Cənubun sıx meşələrinin olduğu Hirkan Milli Parkında həyat səssiz, amma dayanmadan davam edir. Ağacların kölgəsində gizlənən bu canlı aləm insan gözündən uzaq olsa da, quraşdırılan fototələlər sayəsində təbiətin ritmi artıq daha aydın görünür. Hər kadr bir sirr açır. Hər görüntü isə meşələrin nəfəsini bizə biraz da yaxınlaşdırır. Bu dəfə obyektivə düşənlər isə sadəcə görüntü yox, təbiətin yenilənən həyatının canlı sübutudur. Cüyürlərin ehtiyatlı addımları, ayıların meşədə sərbəst dolaşması, bütün bunlar Hirkan meşələrində quraşdırılmış fototələlərin yaddaşına köçən ən son görüntülərdir. İnsan gözündən gizli qalan bu anlar ağaclar üzərində yerləşdirilən kameralar vasitəsilə qeydə alınır. Hər rüb bu cihazların yaddaş kartları yoxlanılır. Toplanan materiallar isə mütəxəssislər tərəfindən detallı şəkildə təhlil olunur. Lerik, Lənkəran və Astara rayonlarını əhatə edən Hirkan Milli Parkında qurulan 32 fototələ regionun zəngin biomüxtəlifliyini izləməyə imkan verir. Bu ilin ilk rübündə əldə olunan kadrlarda da maraqlı məqamlar diqqət çəkib. Görüntülər arasında bəzi heyvan növlərin artımı xüsusilə seçilir. Bunu heyvanların balaları ilə birlikdə qeydə alınması daha aydın göstərir. Bəzən isə müntəzəm olaraq fototələlərə düşən heyvanların görüntüləri müəyyən müddət kameralara düşməyə də bilər. Bunun da müxtəlif səbəbləri olur. Lerik meşələrində yaşayan vaşaqların uzun müddətdən sonra yenidən fototələlərə düşməsi onların da artımından xəbər verir. Bu mövsüm ilk dəfə olaraq bəzi quş növlərinin də sürü halında görüntüsü də qeydə alınıb. Deməli, biz kamera vasitəsilə müəyyən etdik ki, yəni lerik zonasında vaşaqlar orada deməli müəyyən olunub. İlk dəfə olaraq yoxsa? Yox, ilk dəfə hər deməli təkrarən deməli baxıb görürük ki, yəni vaşaqlar orada kameralara düşmüşdü. Bir də biz orada müəyyən etdik ki, yəni deməli orada xüsusi mühafizə olunan kəkliklərin sayı, xınalı kəklik olsun, çil kəkliklərin sayı artmaqdadır. Yəni qabaq tək-tək görərdilər də bir neçə il bundan. İndi isə sürü ilə gəlirlər. Hətta quşlar da artıq. Quşları da. Yəni o kamera belə bir şeydir ki, yəni onun qabağında hər nə bir tərpəniş olduğu bizdir. Çünki bizim üçün də maraqlıdır ki, yəni biz hansı heyvanların inkişafı var, harda var, necə var, bunları bu kamera vasitəsilə deməli biz müəyyən edirik. Amma Astara zonasında bunu da demək istəyirəm ki, ayıların sayı artmaqdadır. Ondan sonra çöl pişiklərin sayı orada artım var. Sonra qamışlı pişiklərin, qamışlı biraz da böyük olur da. Onlarda da sayı deməli o meşə zonasında onlarda artım var. Bunu demək istəyirəm ki, donuzların sayı demək ilbəil artır. Yəni keçən illərə nisbətən bu illəri də, yəni onlar tez-tez bala verəndi. Yəni bir bala ki, yəni bir il oldu, təkrar o da bala verir. Donuzların sayı demək olar ki, yəni bizim indi bu bölgədə donuzların sayı hər il artmaq üzrədir. Ayılardır, ayılar məsəl üçün o yenə də bu kameralar vasitəsilə biz çox görürük ki, ilbəil onlarda da artım var. Hətta demək qabaq o dərin meşələr, uzaq meşələrdə olurdu. Yavaş-yavaş yaşayış məntəqələrə də yaxın gələ bilirlər. Bu talaların yerləşdirilməsindən məqsəd odur ki, yəni bizim təbiətimizdə hansı faunanın növləri var və burada yaşayırlar. Təbii ki, bunlar əsasən bəbirlərin populyasiyaların artması, olması və ya onların görüntülərin əsasən məqsəd onun üçündür. Və bununla yanaşı bütün heyvanlar burada deməli biz fototələri vasitəsilə bunlardan məlumat toplaya bilirik. Biz axırıncı dəfə deməli hər bir 3 aydan bir bunlarda deməli kartları götürürük, yaddaş kartları götürürük və bunları deməli kompüter vasitəsilə onlara baxış keçirdirik və bilirik ki, hansı heyvanlar düşmüşdür. Əsasən biz deməli bu axırıncı rubda mart ayının axırında bu kameralardan da kartları götürmüşük və burada baxış zamanı deməli çox təəssüf olsun ki, yəni yenə də bəbir düşməmişdir. İlk dəfə olaraq da. Yəni. İlk dəfə olaraq bəbir düşməmişdir. Yəni bunlar da ola bilər ki, yəni hansısa səbəblər var. Çox güman ki, yəni bunlar son illər ərzində bunlar Naxçıvan, ümumiyyətlə şimal tərəfə demək meyllidirlər. Yəni digər hətta Kəlbəcərdə də bunları görmüşlər bu bəbirləri. Ola bilər ki, yəni təzədən haçansa yeni təzədən qayıtmaq Cənub bölgəsinə qayıdacaqlar. Ola bilər ki, İran tərəfə də keçirlər bunlar. Yəni bunlar azad bir heyvandır da. Harda istəyir, yəni həmin yerlərdə də gəzə bilir və yaşaya bilirlər.
Yəni Hirkan ərazilərində də onların da demək istəyirəm ki, yəni yem bazası var. Normal bir vəziyyətdə onların yem bazaları var. Biz misal üçün Lənkəran bölgəsində biz baxış zamanı müəyyən etdik ki, kameralar vasitəsilə cüyürlərin sayı artmaqdadır. Keçən illər misal üçün bir baş cüyür, bu illərimiz görürdük ki, yəni onun yanında 2 balası var. Təkrar yəni bir daha başqa misal üçün kamerada baxır, yəni təkrar görür. Baxırlar ki, yəni bununla müəyyən edirik ki, yəni Hirkan ərazisində, Lənkəran bölgəsində cüyürlərin sayı artmışdır. Təkcə cüyürlər yox, dikabrazların, o tirandazların da sayı artıb. Onda da yeni hutların sayı artıb. Çaqqallar demək olar ki, yəni hər bir bölgədə, istər Lənkəran olsun, Astara və yaxud Lerik zonasında bunlarda demək çaqqalların sayı artmaq üzrədir.